Lənkəranda ilə axır çərşənbə süfrəsinin bəzəyi balıqdır, həm də ki kütün balığı. Ona görə də biz də Lənkəran bazarına yolumuzu saldıq. Görək kütün balıqlarının qiyməti neçəyədir? Bu balıqları 40 manata, onlar 45 manata. Yəni yekə balıqdır. Olmasa 3 kilo var, 2 kilo yarım var, 15'e de var. Yine biraz bahalaşma var. O da ona görədir ki, bizim dənizdə balıq yəni az çıxır. Balıq bazarında hər kəs ən çox kütün balığının qiymətini soruşur. Kimi razılaşıb alır, kimi də qiyməti biraz da aşağı salmağa çalışır. Bu bizim adət-ənənəmizdir. Həmişə çərşənbə bayramında stolumuzda balıq olmalıdır. Xanım 40 manata, deyirdi 35 manata razılaşdı. Balıq bol olsa da bayrama görə bir qədər qiymətlərdə qalxma var. Qiymət həmçinin balığın növünə, çəkisinə görə dəyişir. Ən bahalı balıq isə katyol balıqları, yəni diri tutulan balıqlardır. 40 manatdan tutmuş 85 manatadək. Bunlar 85 manata. Biri. Alıcı olsun neçə? Var idi. Çıxıram da 5 manat, 6 manat çıxıram. Bu 2 kilo 400 nə qədərdir? Bu katol balığıdır. Ona görə belə görsən şaqqalı diridir. Ona görə biraz baha çıxır. Tor balıqları ucuzdur. Bazarın ən böyük balıqları sizdədir. Yerli balıqlarımızdır. Bizim İstanbul'da yerli balıqlar, gözəl balıqlardır. Bizim çərşənbə balıqları gözəldir. Qiymətləri 80 manata veriliyor, aşağıda veriliyor. Konser çalınır. Bu çərşənbə ildə bir falan şeylərdir. Bu kütün balıqları isə bazara indi gətirilib. Dənizdən təzə çıxıb. Satıcı deyir ki, qiyməti də münasibdir. 25 manata var, 30 manata var, 35 manata var. Yəni bütçə uyğun balıqlarımız var. Yəni yerli balıqlardır, yəni Lənkəran balıqlarıdır. Qiymətlə razılaşırıq. Sırf çərşənbə balıqları bunlardır yəni. İndi hər neçə olsa bir dənə alaram. Aziz günlərdir də. Bizim ata-babamızdan qalıb simizlər gərək olmalıdır. Onu simin də almırsan, belə bişirirsən, tandıra qoyursan, bişirirsən. Gördüklərimizdən və eşitdiklərimizdən belə nəticəyə gəldik ki, bu il Lənkəranda çərşənbə süfrələri balıqsız qalmayacaq. Süfrələriniz həmişə bol neymətli və bərəkətli, canınız sağlam olsun. Pərvanə Əhməd qızı, Elviz Nəsirli, Lənkəran.